Baxaq 4-cü suala. 4-cü sual deyir ki, A ilə B-nin birləşməsində 14. A olsun, B olsun. Deyir, A ilə B-nin birləşməsində 14. Kəsişməsində 3 dənə element var. Kəsişməyə 3 yazdıq. B-də olub A-da olmayan bərabərdir N-A-ya. Tək A-ya X deyək. Onda N-A-mız, yəni A-da olan elementlərin sayı X plus 3-dür. Bizə deyir ki, N-A, deməli, N-A bərabərdir B ilə A-nın fərqinə. Deməli, B ilə A-nın fərqi də onda olacaq X plus 3 dənə. Buradan da A ilə B-nin fərqini istəyir bizdən. N-A fərq B-ni istəyir. Birləşmədə 14 dənə element var. Birləşməni yazsaq, X plus 3 plus X plus 3 bərabərdir 14-də. Birləşmə deyəndə bu hamısını götürdü. 2X bərabərdir 8-ə, X bərabər 4-ə. X-imiz 4-dürsə, onda olub A-da olmayıb A-la B-nin fərqi, yəni A-da olub B-də olmayanda X dənədir, elə 4 dənə olacaq. A bəndə. Baxaq 49-cu suala. Deyir ki, 36 nəfərlik sinifdə 15 nəfər riyaziyyatdan müvəffəq deyil. Riyaziyyat, bu da olsa fizika. 14 nəfər isə riyaziyyatdan müvəffəqdir. Müvəffəq, yəni nailiyyətinə çatmış, əldə eləyib. Nailiyyətinə çatıb. Deməli, 14 nəfərin nailiyyəti var, 15 nəfərin yoxdur. Onda 14 nəfərin nailiyyəti varsa 14 nəfər yazaq. 15 nəfər də riyaziyyatdan müvəffəq deyil, ancaq deməli, onda fizikadan müvəffəqdir. Fizikayı da tək 15 yazaq. Və hər ikisindən də olan X yazaq. Bizə deyir ki, 36 nəfərlik sinifdir. Onda 14 üstəgəl 15 üstəgəl X bərabərdir 36-ya. X də bərabərdə olacaq 7. Deyək.